Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hamdan kesiran tayyiban mübareken fih. Allahümme subhaneke la ilme lena illa ma allamtena. İnneke entel alimul hakim. Allahümme salli ve sellim ve barik. Ala abdike ve rasulike Muhammed. Ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Emma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Bugünkü ders inşallah qardaşlar el-iftikaru ilallah haqqında olacaq. Yəni Allah təbaraka və teala möhtaclıq. Biz hamımız Allaha möhtacıq. Həqiqətən Allaha hamımız möhtacıq. Ona görə bu haqda danışaq. Şeyx buyurur, Hafizahullah, min axassi xasaisil ubudiyyə el-iftiqarul mutlaq lillahi teala. Übudiyyətin, qulluğun ən xüsusi, xas şeylərindən biri odur ki, sən Allaha möhtac olasan. Allaha ehtiyacı bildirəsən. Haqiqatul ubudiyyə və lubbuha. İftiqar, möhtaclıq, übudiyyətin özəyidir. Übudiyyətin özəyidir. Baxın, Allah təbaraka və teala neçə ayələrdə deyir ki, misal üçün, ya eyyuhəl-ləzīnə əmənu və bəzi ayələrdə ya eyyuhən-nəs. Bəzilərini, yəni, xitabı möminlərə edir, iman əhlinə. Bəzilərini bütün insanlara edir. Burada bütün insanlara edib, ya eyyuhən-nəs. Deyir, ey insanlar, Əntumul fuqara'u ilallah. Siz hamınız Allaha möhtacsınız. Hamınız. Yəni, mömin, tək iman gətirənlər yox. Möminlər hamısı Allaha möhtacdır. Vallahu huvəl ganiyyul hamid. Allah isə zəngin və sizin ibadətinizdən ehtiyacsızdır. Ona görə Musa aleyhissalam deyirdi ki, Fəqalə Rabbi inni limə ənzəltə iləyyə min xeyrin fəqir. Ey Rəbbim, mən sənin mənə nazil etdiyin xeyrə möhtacam. Ehtiyacım var. Musa aleyhissalam deyirdi Allaha. Ya Rabbi, mən sənin mənə nazil etdiyin xeyrə möhtacam. Xeyrə ehtiyacı var. Möhtac idi. Fəqir idi Musa aleyhissalam Rabbinə. Ona görə el-iftiqaru ilallah, yəni Allaha möhtac olmaq, iftiqar, zəlil, onun qarşısına sınmaq nə deməkdir? Ümumiyyətlə, mən bir şey qeyd edim, qardaşlar. Yəni, insan bu dünyada bacardığı qədər çalışmalıdır ki, Allaha yaxın olsun. Allaha yaxın olmağı, yəni yaxın olmağa çalışmalıdır. Allaha yaxın olmaq, ən yaxın olan şey bu dünyada iftiqardır. Allaha möhtaclığın, Allahın qarşısında zəlilliyin, nə qədər özüvü onun qarşısını sındıracaqsan, zəlil göstərəcəksən, bir o qədər də Allaha yaxın olacaqsan. Ona görə deyiblər ki, alimlər, əl-iftiqar ən yücərrədəl abd qalbəhu min kulli huzudihə və əhvaihə. Möhtaclıq, həqiqi qulluq odur ki, sən öz qəlbindən bütün qəlbinin istəyini, qəlbinin, nəfsinin payını çıxardasan. Yəni, qəlbində öz payını saxlamayasan. Və yuqbilə bi kulliyyətihi ilə Rabbihi. Bütövlüklə Allaha yönələsən. Yəni, bütün nəfsinin istəyini, payını çıxardırsan və bütün hər şeyi yönəldirsən Allaha. Mütəzəllilən beynə yədeyhi, onun qarşısında zəlil olaraq. Müstəslimə li əmrihi və nəhyihi, onun əmrlərinə və qadağalarına boyun əyərək. Allaha təslim olaraq. Mütəalliqən qalbəhu bi məhəbbətihi və taatihi, qəlbivi ona məhəbbətə və ona itaətlə. Yəni qəlbivi yalnız ona itaət və məhəbbətlə doldurasan. Allah təbaraka və teala buyurur ki, Qul innə salati və nusuki. De ki, mənim namazımda, yəni qurbanımda, və məhyəyə və məməti, ölümüm də, həyatım da lillah, Allah üçündür, Rabbil aləmin, aləmə Rəbbi. Yəni, hamısı Allah üçündür. Ona görə Yəhyə ibn Muaz deyirdi ki, bu ayədə nusq, mənim nusqum da, yəni o deməkdir ki, əl-inayətu bis-sərair, yəni xəlvətdə özünlə maraqlanmaq, yəni xəlvətdə maraqlanmağım da Allah üçündür. Yəni, xəlvətdə də özümü düzəldirəm. Yəni, xəlvətdə də özümü Allahın nəzarətində hiss edirəm. Və ixracu min məsivəllah əzə və cələ minəl qalb, və qəlbdə Allahdan başqasına çıxartmaq. Yəni, qəlbə gərək Allahdan başqasına salmayasan. Ora sevgi, Allah sevgisi, Allah qorxusu, yəni başqasından salmayasan ora. Nə varsa çıxardasan. Ona görə alimlər deyirlər ki, və yətəhaqqaqu zəlikə bi əmreyn mütələzimeyn. Allaha möhtaclıq iki şeylə düzəlir. Birincisi, sən biləsən ki, idraka azamətəl xaliq. Xaliqin, Allahın əzəmətliyini dərk edəsən. Yəni, insan nə qədər Allahın əzəmətini dərk etsə, bir o qədər də özünü ona möhtac biləcək. Bir o qədər də özünü onun qarşısında zəlil görəcək. Çünki sən bilirsən ki, Allah kimdir? Allahın əzəmətini, xaliq olmağını,
sultanlığını, mülk sahibi olduğunu dərk etsən, öz möhtaclığın, öz zəlilliyin çıxacaq üzə. Və kulləmə kənəl abdu a'ləmu billahi və sifatihi və əsmahi kənə a'zamu iftiqaran ileyhi və təzəllülən beynə yədeyhi. Şeyx buyurur ki, insan nə qədər Rəbbini tanıyarsa, onun isimlərini, onun sifətlərini daha çox bilərsə, bir o qədər də Allahın qarşısında sınacaq. Bir o qədər də Allahın qarşısında zəlil dayanacaq. Ona görə mən daim qardaşlara nəsihət edirəm ki, yəni hamı ilk növbədə hər şeydən qabaq Allah Təbaraka və Teala'nın ism və sifətlərini öyrənsin. Hər şeydən qabaq ism və sifətlər tövhidi ilə maraqlansın. Ona görə yəni hər şeydən qabaq Allahı tanısın. Allahı tanımaq da onun ism və sifətlərini, feillərini bilməklə olur. Ona görə alimlər deyirdilər ki, yəni səni qəbir əzabından xilas edən və səni qiyamət günü nicata daha çox yaxınlaşdıran və qiyamət günü böyük ehtimalla ümid olunur ki, nə qədər günahlarla getsən Allahın huzuruna, ümid edirik ki, Allah səni bağışlasın. Nəyə görə? Onu tanımağın miqdarında olacaq. Hər şey onu tanımağın miqdarında olacaq. Nə qədər Allahı tanıyacaqsan, Allahı tanımaq, yenə deyirəm qardaşlar, onun ad və sifətlərini öyrənməklə, onun feillərini öyrənməklə olur. Yəni, bu isim və sifətlər tövhidini öyrənməklə olur. Nə qədər tanıyacaqsan, bir o qədər də Allah Təbaraka və Teala sənə rəhməti, məğfirəti, əffi sənin üzərinə daha çox olacaq. Ona görə ki, ikincisi də yəni iftiqar, yəni zəlillik, Allaha möhtaclıq hasil olur. İdrak di'fil məxluq və acizi. İnsan məxluqu, yəni özünün aciz və zəif olduğunu dərk etməsi. Yəni insan birinci dərk etməlidir ki, Allah əzəmətlidir, özü sınacaq və bir də dərk etsə ki, yəni özü nə qədər aciz, nə qədər zəif bir məxluqdur. Bunu bilsə, dərk etsə, artıq Allah Taala'nın qarşısında sınacaq. Və mən arəfə qadra nəfsihi və ənəhu məhmə bələğə fil cəh və sultan vəl məl fəhu aciz dəif. Hər kim öz nəfsinin miqdarını, qədrini bilərsə, nə qədər mal, mülk, sultanlıq sahibi olsa belə, bu dünyada hər şey olsa belə, sultan olsa belə, filan mal sahibi olsa belə, yəni özünün kim olduğunu bilsə, artıq yəni biləcək ki, acizdir. Yəni tanısa özünü, yəni biləcək ki, kimdir. Ona görə Allah Taala buyurur ki, "Fəlyanzurul insanu mimma xuliq." İnsan baxsın, görsün ki, nədən xəlq olunub? Xuliqa min ma'in dafiq. Axar bir sudan xəlq olunub deyir. Yəni insan bunu bilsə, yəni insan öz acizliyini, özünün qədrini, yəni özünün qədərini bilsə, artıq dikbaşlıq etməyəcək. Özünü təkəbbürlü saymayacaq. Aydın oldu? Ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, "Kulləmə zdədəl qalbu hubban lillahi izdadə lehum ubudiyyə." Nə qədər insanın qəlbində, qulun qəlbində Allah sevgisi artacaq, bir o qədər də qulluğu artacaq. Ubudiyyəti artacaq. İbn Qeyyim buyurur ki, "İnnə məqamul ubudiyyə huwa bi təkmil məqamid zil vel inqiyad." Ubudiyyət, qulluq məqamı nəyi kamilləşdirməkdən olur? Allaha zəlil olmaqla, ona boyun əyməklə. Bununla kamilləşir. Və akmalul xalq ubudiyyətən məxluqatın içərisində həqiqi qulluq cəhətdən ən kamili olan hansılardır? Əkməluhum zillən lillahi və inqiyadən və ta'ətən. Zəlillikdə kamil olanıdır. İtaətdə kamil olanı və Allaha boyun əyməkdə kamil olanıdır. Fəl-mu'min, mömin kəs öz nəfsini təslim edir Rəbbinə. Munkəsinə beynə yədeyhi, onu Rəbbinin, yəni onun qarşısında sınmaqla. Mutəzəllilən li'azəmətihi, onun əzəmətliyinin qarşısında zəlil olmaqla. Muqaddəmən hubbəhu alə kulli hubb, onun sevgisini, məhəbbətini bütün məhəbbətlərdən qabağa salaraq. Yəni Allahın məhəbbətini hər şeydən qabağa, bütün məhəbbətlərdən qabağa salmaq lazımdır. Ona görə yəni insan necə bilə bilər ki, özündə olan Allah sevgisini, qəlbində olan Allah sevgisini hər şeydən qabağa çəkibmi? Yəni bunun səmərəsi hardadır? Necə bu bilinir? Allah Təbaraka və Teala deyir ki, ayədə: "Və mə kənə limu'minin və la mu'minətin izə qadallahu və rasuluhu əmran ən yəkuna ləhumul xiyaratu min əmrihim." Yəni mömin kişilərə və mömin qadınlara yaraşmaz ki, Allah və Rəsulu bir şey əmr etdiyi zaman öz nəfsi istəklərini irəli çəksinlər. Aydındır? Yəni Allahın əmri gəlib sənin üzərinə, Peyğəmbər sallallahu əleyhi və səlləm əmri gəlib, sən Allahın əmrini aşırsan, nəfsinin istəyini
daha öndə tutursan. Yəni, Allahın əmri, orada Allahın istəyini daha qabağa çəkməliydin. Ona görə Həsən radiyallahu anhu deyirdi ki, mə darabtu bi basari, və lə nətəqtu bi lisani, və lə bətəştu bi yədi. Nə qədər ki, gözümlə baxdım, yəni gözümlə baxmamışdan qabaq, dilimlə nıtq danışmamışdan qabaq, əlimlə tutmamışdan qabaq, ayağımla filan yerə getməmişdən qabaq, baxırdım. Hətta ənzur ə'alə ta'atin əm alə məsiyə. Baxırdım, görün itaətdir, itaət üzrədir. İtaət danışacağım, itaət yeri tutacağım, yəni itaət yerə gedəcəm, yoxsa asilidir. İtaət idisə edərdim, asili idisə deyir, diyanardım deyir. Dil, əl, ayaq, hər bir şey. Yəni özünü bu cür idarə edirdi, rahiməhullah. Həmçinin Allaha möhtac olmağın, qardaşlar, Allaha möhtac olmağın, həqiqi onun qarşısında zəlil olmağın, sınmağın əlamətləri var. Yəni, insan necə bilə bilər ki, möhtacdır? Ehtiyacını bildirir Allaha. İftiqar. Bunun əlaməti var. Ən bir əlamətlərindən ət-təalluq billahi və bi-məhbubətihi. Allaha bağlanmaq. Allaha bağlı olmaq. Daim Allaha bağlı olan adam artıq bilinir ki, bu insan Allaha möhtacdır. Və şuurul abd bi faqrihi və hacatihi ilə rabbihi yudfi'hu ilə istikanəti ləhu vəl-inəbətu iləyhi. Yəni, qulun hiss etməsi ki, ona möhtacdır. Allaha möhtacdır. Allaha nə qədər ehtiyacı var. Yəni, Allaha bağlı olsa, artıq bu əlamətidir ki, səndə ubudiyyət var. Həqiqi qulluq üzə çıxıb. Və yətəalləq qalbuhu bi zikrihi və həmdihi və thənəyə aleyhi. Və qəlbi ona zikr etməklə, səna etməklə, həmd etməklə rahatlaşır. Rahatlaşsa artıq bilsin ki, o Allaha möhtacdır. وَلِهَذَا تَرَى الْعَبْدِ الَّذِي تَعَلَّقَ قَلْبُهُ بِرَبِّهِ وَانِشْتَغَلَ فِي بَيْعِهِ وَشَرَائِهِ أَوْ مَعَ أَهْلِهِ وَوَلَدِهِ أَوْ فِي شَأْنِهِ الدُّنْيَوِي كُلُّهُ مُقِيمٌ عَلَى طَاعَتِهِ. Ona görə də o insan ki, qəlbini Allaha bağlayıb, hər bir tərəfdən, o insan işə gedəndə də, ailəsi ilə olanda da, öz əhli ilə olanda da, yemək yeyəndə də, işləyəndə də, bu dünyada nə ilə məşğul olursa olsun, o Allahı, yəni qəlbini Allaha bağlayıbsa, unutmur heç vaxt Allahı. O iş başında da, ailəsi ilə olanda da, evdə olanda da, başqa şeylər də məşğul olanda da Allahı yaddan çıxartmır. Daim ona səna edir, həmd edir, zikr edir, daim dünyavi işlərində də qulluğunu, fəqirliyini çıxardır üzə. Yəni qəlbi bağlıdır Allaha. Yəni qəlbi Allaha bağlıdırsa, bütün işlərində artıq Allahı unutmur. Yəni iş səni Allaha unutdurdusa, artıq möhtaclığın itir. Yəni daim qəlbin Allaha bağlı olmalıdır ki, möhtaclığın üzdə qalsın. Yəni sən zəlilliyin, Allaha olan ehtiyacın daim üzdə olmalıdır. Görsənməlidir sənin üzdə, yəni zahirdə səndə, yəni bilinməlidir ki, sən Allah Teala'ya möhtacsan. Sən Allahın qarşısında zəlilsən. Yəni özün özündə bunu sən hiss etməlisən. Nə iş başında olursan ol. Ona görə deyib ki, alimlər ilk əlamətlərindən odur ki, sənin qəlbin Allaha bağlı olsun. Ona görə baxın, hədisdə gəlib Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, 7 sinif insan var ki, heç bir kölgə olmadığı zaman Allah təbarək və tealənin ərşinin kölgəsi altında kölgələnəcək. O 7 sinifdən biri hansıdır? Buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem və raculun qalbuhu, o kişi ki, onun qəlbi muallaq bil məsəcid, məscidlərə bağlıdır. Fikir verib, qəlbi məscidlərə bağlıdır. Məscidi nəyinə? Yəni, məsciddə zikr olunur Allah. Yəni, daim Allahla əlaqəsi var. Daim Rəbbinlə əlaqəsi var. Zikirdədir, yəni təmasdadır, yəni rabitədədir, daim. Yəni muallaq, yəni qəlbi bağlıdır. O kişi qiyamət günü heç bir kölgə olmadığı zaman Allah təbarək və tealənin ərşinin kölgəsində kölgələnəcək. Yəni nə işlə məşğul olsan ol, hiss edir ki, Allahın əmri, nəhyi, məhəbbəti daha öndədir. Unutmur. Bax, unutmamaq var ha. Bu həqiqi, yəni sənin fəqirliyindir Allaha. Sonra buyurur ki, Şeyx Rahimullah, وَمَنْ تَعَلَّقَ قَلْبُهُ بِرَبِّهِ وَجَدَ لَذَّةَ فِي طَاعَتِهِ وَامْتِثَالِ أَمْرِهِ. Kim qəlbini Allaha bağlayarsa, həqiqətən qardaşlar, qəlbi Allaha bağlasan, Allaha itaət edəndə, onun əmrlərini yerinə yetirəndə ləzzət hissi duyacaqsan, ləzzət alacaqsan. Əgər qəlbini Allaha bağlasan.
Və a'zamun nasu dalalan və xasaran man ta'allaqa qalbuhu bi ghayrillah. İnsanların içərisində ən zəlalətdə olan, ən xəsarət içində olan qəlbini Allahdan başqasına bağlayandır. Ona görə Allah təbaraka və teala buyurur ki: "Əfəra'aytə men ittəxəzə ilahəhu hava." Sən öz nəfsini ilah götürəni görmədinmi? Yəni öz nəfsini ilah tutub, nəfsini ibadət edir. Nə deməkdir? Nəfsini ilah tutub. Yəni nəfsi nə deyirsə, nəfsi nə istəyirsə hamısını eləyir. Nəfsdən nə istəyir? Əmmara bis-su. Ancaq pisliyi əmr edir. Yəni o artıq elə bilir ki, öz nəfsini ibadətləşdirir. Yəni öz nəfsini ibadət edir insan artıq. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyururdu ki: "Ta'isa abdud-dinar və abdud-dirham və abdul-xamisa." Dirhəmin, dinarın, məxmərin, ipəyin qulu bədbəxt oldu. Yəni heç kim gedib ipəyə, məxmərə, dinara səcdə eləmir ki. Yəni gəlir, necə hədis gəlir, "İn u'tiya radi." Əldə edəndə, ona gələndə sevinir. "Və illəm yu'ta saqit." Gəlməyəndə hissənir. Bu dəfə az aldım maaş. Bu dəfə maaşım az oldu, işim az oldu, hissənir. Yəni elə bir ki, bir növ qəlbi ona bağlıdır. Yəni sən narahat olmalısan. Yəni qəlbini Allaha bağlı etsəydin, narahat olmalıydın. Yəni nə ilə? Allahın əmrini yerinə yetirməməklə. Yəni bu nəhyidən çəkinməməklə. Yəni Allah təbaraka və teala Peyğəmbər sallallahu əleyhi və səlləm əmrlərini yerinə yetirməyəndə, gecikəndə qəlbin narahat hissi, yəni hiss etməliydin. Hiss etmisənsə artıq yəni sənin qulluğun zəifdir. Amma yox. Dinar, dirhəm, misal üçün pul var, dövlət gəlməyəndə, azalanda buna görə narahat olursansa, artıq sənin qulluğun, ubudiyyətin zəifdir. Ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki: "Kullu men allaqa qalbuhu bi məxluqati an yansuruhu aw yarzuquhu və an yahduhu khada'a qalbuhu lahu." Hər kim qəlbini məxluqa bağlayarsa, ruzi verməkdə, kömək etməkdə, doğru yol göstərməkdə, yəni sən məxluqa ümid etsən, etimad etsən deyir, qəlbin deyir bağlanacaq ona. Bu həqiqətən də, yəni bu müşahidə olunur. Hər kim dünya işlərində və ümumiyyətlə işinin həll olmasında insana etimad edirsə, yardımı ondan güdürsə, qəlbi ona qarşı bağlanır. Yəni sən artıq qəlbin bağlanıb ona. Ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki: "Və in kana fi-z-zahir amiran mutasarrifan bihim, fel-aqil yanzur ila-l-haqaiq la ila-z-zawahir." Aqil insan həqiqətə baxır. Zahirə baxmır. Yəni, zahirdə görür necədir. Zahirən baxmır. Aqil insan mahiyyətə baxır. Yəni həqiqət necədir? Baxın, fikir verin. Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki: "Fər-racul izə ta'allaqa qalbuhu bi-imra'atin." Əgər bir kişinin qəlbi bir qadına bağlanarsa, وَلَوْ كَانَتْ مُبَاحَةً, hətta o qadın ona icazəli olsa belə. Yəni, misal üçün, öz zövcən, halal, sən icazəlidir. Qəlbi ona bağlayarsansa, يَبْقَ قَلْبُهُ أَسِيرًا لَهَا. Sənin qəlbin onun əsiri olacaq. Düşəcək əsir ona. Necə? تَحْكُمُ فِيهِ وَتَتَسَرَّفُ بِمَا تُرِيد. Sənin nəfsivi necə istəyir, elə də idarə edəcək. Hökmü o verəcək. Elə bir əsirsən, filan şey elə, filan. Sən qəlbin ona bağlanıb baxın. Yəni, fikir vermiyorsun, bir insan bir qadını sevərsə, bir oğlan, bir qızı sevirsə, artıq qız bunun nəfsini, qəlbini alıb. Yəni, oğlanın qəlbi bağlıdır ona. Hətta deyərdim ki, o qız ona desə ki, özünü öldürmənə görə öldürər. O dərəcə əsir alıb. Yəni, filan şeyi alır, filan şeyi gedir. Yəni, səndən asılıyam mən. Ne desən hərəkət edirəm. Alıb sənəsirini. Zahirən deyir ki, Şeyxülislam, sən ərsən. Sənsən onun üzərində şey. Yəni, əslində belə zahirən baxanda, sənsən onun üzərində ağa. Yəni, onun ağası sənsən, sənin yoldaşındır. Zahirən. Ona görə deyir, aqil insan deyir, zahirə baxmır deyir. Aqil insan həqiqətə baxır, mahiyyətə. Yəni, görsün, həqiqət necədir? Zahirə baxanma. Zahirdə sən onun ərisən. Yəni, o sənə itaat etməlidir. Nə desən, o etməlidir. Zahirdə, zahir həqiqətdə odur. Amma zahirən tam başqa şeydir. Zahirən sən sınmısan. Sən əsirisən onu. Yəni, sən qəlbin onu bağlıdır. Ona görə, yəni buna fikir vermək lazımdır. Ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki: "Fə innə əsrul qalb a'zam min əsril bədən." Qəlbin əsir düşməsi bədənin əsir düşməsindən daha əzəmətlidir. Allah qorusun, yəni bədənin əsir düşməsi hara, qəlbin əsir düşməsi hara. Ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah deyirdi ki, əl-məhbus həbsdə olanda,
Mən həbisə qalbuhu anillah. Həqiqi həbsdə olan, həqiqi məhbus odur ki, qəlbi Allahdan məhbusdur. O da həqiqi məhbus. Yəni, sənin qəlbin Allahla yoxdur əlaqəsi. Məhbusdur. Həqiqi həbsdə olan odur. Həqiqi əsir düşən də deyir Şeyxülislam İbn Teymiyyə rahimehullah, nəfsi ona əsir almasıdır. Həqiqi əsir olur. Nəfsi səni əsir alır. Yəni, nəfsinin əsirisən. Nə deyir onu edirsən deyir. Nə deyir? Həqiqi əsir olur. Yəni, əsir misal üçün, biz bilirik ki, əsir odur ki, bir döyüşdə əsir alanda bu əsirlərə nə deyirəm eləyir. Əsirdir, yəni mənim əlimbədir. Nə deyirəmsə eləməlidir artıq. Düşüb mənə əsir. Qəlbin də səni əsir alsa, yəni nəfsinin əsiri olsan, nəfs nə deyirsə eləyirdi onsuz da, eləyirsən də. Eləyirsənsə artıq nə olursan, çevrilirsən nəfsinin əsrinə, quluna. Bu çox incə məqamlardır, qardaşlar. Yəni, buna fikir vermək lazımdır. Sonra İbn Qeyyim rahimehullah buyurur ki, "A'zamun nas xuzlanan." Yəni, rüsvay baxımından ən rüsvay olan insan mən təallaqa bi qeyrillah. Allahdan başqasına bağlanandır. O ən rüsvay olan insandır bu həyatda. Yəni, kimi bilmək istəsən ki, ən rüsvay olan insan kimdir həyatda? Bax, gör, Allahdan başqasına qəlbini Allahdan başqasına bağlayıbsa, o ən bədbaxt insandır həyatda. Sonra əlamətlərindən, yəni fəqirliyin, yəni übudiyyətin, qardaşlar, müdəvaməti zikr və istiğfar. Daima istiğfar və zikr etmək. Yəni, bir insan ki, daima istiğfar edir, əstəğfirullahəl-azim, əstəğfirullah və ətubu ileyh, Allahümə innə əstəğfiruka və ətubu ileyk. Bu kimi istiğfar və zikr edirsə, artıq sən möhtaclığı, yəni Allaha qulluğun əlamətidir. Dəlalət edirsən, möhtacsan Allaha. Sınmısan ki, onun qarşısına zəlilsən ki, Allahı anırsan. Zikr edirsən Allahı. Möhtacsan, ona anırsan Allahı. Ona görə Allah təbarəkə və teala buyurur ki, "Əllezîne âmenû və tetma'innu qulûbuhum bi zikrillah." O kəslər ki, iman gətirib, onların qəlbi Allahın zikrlə rahatlaşır. Ələ bi zikrillahi tetmainnul qulub. Bilin ki, zikirlə qəlblər rahatlaşır. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "Fasbir inne va'da." Allah Teala Peyğəmbər sallallahu aleyhi ve sellemə buyurur ki, sən səbr et. Allahın vədi haqqdır. "Vəstəğfir li zənbik." Günahlarına görə istiğfar et. "Və səbbih bihamdi rabbik." Rəbbini həmd etməklə səna et. "Bil-aşiyyi vəl-əbqar." Səhər və axşam. Yəni, hər gün istiğfar et deyir və Allah həm səna elə. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, "Ya yuhannəs, ey insanlar, tubu ilallah, Allaha tövbə edin, fə innə ətubu ileyhi fil yevm 100 mərra." Çünki mən 100 dəfə gün ərzində tövbə edirəm deyir. Və başqa rivayətdə gəlib ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, and olsun Allaha ki, "İnni lə əstəğfirullah və ətubu ileyhi fil yevm əktər min 70 mərra." And olsun Allaha ki, gün ərzində 70-dən daha çox Allahdan bağışlanmaq istəyirəm. Ona görə Şeyx buyurur ki, "İnnə müdəvaməti zikr və istiğfar." Daim istiğfar edib, zikr etmək, davamiyyətli olsan var ha, zikr və istiğfarda. Dəlalət edir ki, əlamətidir ki, sən Allaha möhtacsan. Dördüncüsü, "Əl-vəcəl min ədəmi qabulul əməl." Yəni, bu da çox mühümdür. Yəni, sən Allaha möhtaclığın əlamətlərindən biri də odur ki, əməl edirsən, salih əməllər, qəbul olunmasına görə narahatsan. Bax, bu narahatçılıq içəridə keçsə, narahat olsan, vallahi, həqiqi qulluğun əlamətidir bu. Narahat olmağın. İçəridə olan bir şeydir. Yəni, çox təəssüflər olsun ki, bəzilərimiz narahat olmuruq. Yəni, sən deyən belə əməl də eləmirik. Deyim ki, əməl edirik, belə sevinək. Əməl etmirik, hələ onunla belə narahat olmuruq ki, qəbul olunacaq. Narahatçılıq gəlsə, qəbul olmağın əlamətidir. Ona görə Peyğəmbər sahabələr nə qədər əməl edirdilər? Sahabələrin əməl etdiyi kimi əməl edə bilən var? Yoxdur. Onların bu qədər əməl etməyinə baxmayaraq narahat idilər. Ki, görəsən qəbul olacaqmı? Ona görə hədislərin birində gəlib ki, Ayşə radiyallahu anh Peyğəmbər sallallahu aleyhi ve sellem soruşur. Ayşə radiyallahu anh bu ayə haqqında soruşur ki, وَالَّذ۪ينَ يُؤْتُونَ مَا أَتَوْ وَقُلُوبُهُمْ وَجِلَ Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduğu əməli qorxa-qorxa edirlər.
bu ayə haqqını soruşur. Ayşə radiyallahu anh Peyğəmbər sallallahu aleyhi ve sellemdən. Deyir ki, Əhumullezine yeşrabunel xamr və yesraqun. Onlar o kəslərdir ki, içki içib oğurluq edirlər. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Ayşəyə, lə, yox, ey Sıddıqın qızı, belə deyil. Onlar o kəslər deyil. Vələkinnəhum, onlar o kəslərdir ki, əlləzinə yasumun və yusallun və yətəsaddaqun. Oruç tutur, namaz qılıb, sədəqə verir. O kəslərdir. Əməl edilir, qorxurlar. Yəni, qorxurlar, ibadət edənlərdir. Və hum yaxafun ən lə yuqbələ minhum. Və onlar bunları etməyə baxmayaraq qorxurlar ki, onlardan qəbul olunmaz. Ulaikəl-ləzīnə yusari'una fil xeyrat. Onlar o kəslərdir ki, xeyirli işlərdə ötüşürlər. Xeyirli işlərdə ötüşürlər. Və bu da çox mühümdür. Yəni, qəlbdə narahatçılıq mütləq olmalıdır. Ona görə, yəni, bu alimlər deyirlər ki, 4 dənə şeylə hasıl olur. 4 dənə şey təhqiq olsa, deyirlər ki, hasıl olur. Birincisi odur ki, sən, qardaşlar, bunu mən daim xatırladıram və yenə də xatırladıram. Əmin ol ki, Allah təbaraka və teala sənin ibadətində ehtiyac yoxdur. Bu birincisi həmdə olmalıdır, mütləq. Əməl edəsən var, ha, ibadət. Hamımız ibadət edirik, əməl edirik. Bir, sən etiqad etməlisən ki, bu etdiyin ibadətə Allahın ehtiyacı yoxdur. Bu ilk olan şeydir. Necə ki, deyir ayədə və mən yəşkur fə innəmə yəşkuru li nəfsi. Hər kim şükür edərsə, əməl edərsə, öz nəfsini özü üçün edib. Və mən kəfar və hər kim küfr edərsə, fə innəlləhə qaniyyun həmin. Allah Teala qanidir, ehtiyatsızdır. Necə ki, başqa hədisdə ayədə gəlir ki, və qalə Musa aleyhissalam deyir ki, in təkfuru, əgər siz küfr etsəniz, əntum və mən fil ardı cəmiən, siz və bütün yer üzündə olan insanlar küfr etsə, fə innəlləhə ləğaniyyun həmid. Allah Teala qanidir, ehtiyatsızdır. Yəni, heç nə eləmirsən Allaha. Ona görə, qüdsi hədisdə, ilahi hədisdə, Allah təbaraka və teala buyurur ki, ya ibadi, ey qullarım, innəkum lən təbluğu darri fətədurruni. Siz mənə zərər verməyə istəsəz, zərər verməyə qalxsaz, mənə zərər verə bilməyəcəksiniz. Allah deyir, ya ibadi, innəkum lən təbluğu nəf'i fətəlfəuni. Ey qullarım, siz mənə fayda vermək, xeyr vermək istəsəz, mənə xeyr fayda verə bilmərsiniz. Ya ibadi, ləv ənə əvvələkum və əxirəkum. Ey qullarım, əgər sizin birinciniz və axırıncınız və insəkum və cinnəkum, insanlarınız və bütün cinlər kənu alə ətqa qalbi raculin minkum, vahidun minkum, mə zədə zəlikə fi mulki şeyə. Hamınız bir qəlb sahibi kimi, ən təqvalı qəlb olsaz, fikir verin, bütün insanlar, cin və insanlar, ilk və axırıncı, hamısı bir qəlb kimi olsa, ən muttaqi, yəni təqva qəlbi sahibi olsalar, deyir, mənim mülkümdən heç nə artırmırsınız, deyir. Allah təbarəkə və teala, mə zədə fi mulki şeyə. Yəni, mənə heç eləmirsiniz, deyir. Yəni, bunu sən hiss etməlisən. Və sonra deyir Allah Teala, ya ibadi, ey qullarım, ləv ənə əvvələkum və əxirəkum və insəkum və cinnəkum, sizin əvvəliniz, axırınız, bütün hamınız, insanlarınız və cinləriniz, ən facir qəlb, ən pis, ən facir qəlb, hamınız o cür olsaz, deyir, mə nəqasə dəlikə fi mulki şeyə. Mənim mülkümdən heç nə azaltmırsınız, deyir Allah təbarək və teala. Yəni, sən o deməkdir ki, heç nə eləmirsən Allaha. Bütün hamımız küfr etsək, hamımız inkar etsək, küfr etsək Allaha, Allah təbarək və deyir ki, mənim mülkümdən heç nə azaltmırsınız. Sonra deyir ki, Allah subhanahu və teala, ya ibadi, ey qullarım, ləv ənə əvvələkum və əxirəkum və insəkum və cinnəkum. Əvvəliniz, axırınız, sizin əvvəlkiləriniz və axırda olanlarınız, insanlar və cinlər, hamınız, qamu fi səidin vahidin, bir məqamda, bir yerdə qalxsanız, fəsəəluni, məndən nəsə istəsəniz, hamınız, nəsə istəsəz bir şey, mən sizin o istədiyinizin hər birini istədiyinizi verərəm, mənim mülkümdən heç nə azalmaz, kəmə yanqusu əl-mixyətu izə udxiləl-bəhr. İynə dənizə daxil olub, iynəni qaldıranda nə qədər azalır?
Heç nə Allah. Yəni, bunu qardaşlar hiss eləmək lazımdır. Ki, Allah Təbarək və Teala'nın sənin əməllərə ehtiyacı yoxdur. İkincisi, yəni hiss etməlisən ki, ənə qəbulul əməl innəmə huvə min fadlillahi və rəhmətihi. Əməllərin qəbul olunması Allahın birbaşa fəziləti və rəhmətidir. Səndən heç nə yoxdur, qardaşlar. Peyğəmbər sallallahu aleyhi ve sellem deyirdi ki, vallahi, and olsun Allaha, mə ədri və ənə Rasulullah. Bilmirəm, mən Allahın elçisiyəm. Mə yuf'alu bi. Qiyamət ki, mənə nə olacaq deyir. Allahın elçisi. Ənə Rasulullah, mən Allahın elçisiyəm. Bilmirəm, deyir, and olsun Allah ki, qiyamət günü mənə və sizə nə olunacaq. Yəni, əməllər qəbul olunmaz. Yəni, bilinmir əməllər qəbul deyil. Yəni, qəbul etsə Allah Təbarək və Teala birbaşa artıq onun lütfü və rəhmətidir. Və başqa hədisdə buyurur Peyğəmbər sallallahu aleyhi ve sellem lən yunəcci əhədən minkum əməluhu, sizdən heç birinizin əməli onu xilas etməyəcək. Yəni, bizim əməllərimiz bizi xilas etməyəcək. Və lə, soruşurlar ki, və lə əntə ya Rasulallah, deyirlər, sənin də əməlin səni də xilas etməyəcək. Deyir ki, və lə ənə, mənim də əməllərim məni xilas etməyəcək. İllə ən yətəğəmmədəni Allah bi rəhmə, Allah Teala rəhm etməsə, heç kim əməlləri xilas etməyəcək. Ona görə Əbu Bakr, Peyğəmbər sallallahu aleyhi ve sellem Əbu Bakrı dua öyrədir. Əzəmətli sahabədir. Dua öyrədir ki, Əbu Bakr deyir ki, Allimni duaən əd'u bihi fi salati. Ey Allahın elçisi, Əbu Bakr deyir, mənə dua öyrət, o dua ilə namazda dua edin. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allahümmə, yəni bu duanı ilə, inni zaləmtu nəfsi zulmən kəthiran. Ey Allahım, nəfsimə çox zülm etdim. Və lə yəğfiru zunubə illə ənt. Əbu Bakr öyrədir. Nəfsimə çox zülm etdim. O qədər əməl sahibi. Yəni, nə qədər dağlar boyda əməllər etmişdi. Bu duanı öyrədir ki, ey Əbu Bakr, de ki, Allahümmə inni zaləmtu nəfsi zulmən kəthiran. Ey Allahım, nəfsimə çox zülm etdim. Və lə yəğfiru zunubə illə ənt. Səndən başqa günahları bağışlayan yoxdur. Fəğfirli məğfirətən min indik. Vərhəmni innəkə əntil ğafurur rahim. Məşhur duadır. Üçüncüsü, Ənəl minnətə lilləhə cəmiyyən. Minnət Allahadır, qardaşlar. Minnət Allahadır. Yəni, Allah Teala sənə minnət edir. Heç kim əməllərindən minnət etməsin. Başa vurmasın. Görürsən, bəzi qardaşlar deyir ki, mən də filan vaxt saqqal saxlayırdım. Da nə olsun ki? Minnət edir. Minnət edir Allaha. Mən də deyir, indi saqqal vaxtıdır, misal üçün. İndi filan vaxtıdır, auzubillah. Yəni, əməllər edib minnət edir Allaha. Heç kim minnət Allahadır. Ona görə fəl-mümin yənsib mə bihi min ni'mətilləhi və mə indəhu min ta'atin ilə rabbihim və məvlə. Mömin hər bir itaət edir, nə ki itaət edir, onu nisbət edir Allaha. Yəni, etdirən Allah Təbarək və Teala edir. Vəl-fadlu fələhul fadlu vəl-minnə. Fəzilət, minnət Allahadır. Və lə yəz'am ənə zəlik min havləhu və kəddihi və cəhdihi. Heç kim zənn etməsin ki, itaət, fəzilət etdiyi əməllər onun cühdunla, yəni ondan oldu. Yəni, Allahın sənin üzərinə nə ilə fəziləti idi? Allah sənə elətdirdi. Yəni, xeyirdirsə, fəminəllah. Şərdirsə, özündəndir. Yəni, bunu bir mənalı olaraq bilməliyik. Ona görə buyurur ki, Peyğəmbər Allah Təbarək və Teala Qudsi hədisdə Ya ibadi kullukum dal illə mən hədeytuhu. Ey qullarım, hamınız zəlalətdəsiz, mənim hidayət verdiyim kəslərdən başqa. Yəni, nə minnət edirsən? Hamınız zəlalətdəsiz, mənim hidayət verdiyim kəslərdən başqa. Fəstəhduni əhdikum. Məndən hidayət istəyin, mən də sizə hidayət verim. Hidayət verən Allah, minnəti o. Yəni, minnət Allahadır. Bütün minnət, fəzilət, lütf, hamısı Allahadır. Sən heç nə. Yəni, heç nə. Ona görə İbn Abbas radiyallahu anhu gəlir, Ömər radiyallahu anhu tərifləyir üzünə. İbn Abbas bu hekayəni əzbərləyün, yəni yadda saxlayın. Yəni, faydalar çıxardın. Gəlir, deyir ki, İbn Abbas, sən filansan, sən Əbu Bakrdan Peyğəmbər sallallahu aleyhi ve sellemlə yoldaşlıq etdin. Sohbə, sahabəsi oldun. Peyğəmbər sallallahu aleyhi ve sellem öldü, o səndən razıydı. Xeyirli oldu. Əbu Bakrdan yoldaşlıq etdin, öldü, səndən razı qaldı. Yəni, xeyirli insan idin.
Özünə tərifləyir. İbn Abbas Öməri tərifləyir özünə və Ömər radiyallahu anhu deyir ki, tərifdən sonra vallahi and olsun Allaha ki, "Ləv ənə li tala'ul ardı zəhəbən", əgər mənim yer dolusu boyda qızılım olsaydı, onun hamısını xərclərdim ki, Allahın əzabından xilas olum. Yəni mən Peyğəmbər sallallahu əleyhi və səlləmlə yaxşı olmağım, onun sahabəsi olması, onların məndən razı qalması məndən olmamışdı deyir. Allahdan mənə lütf və fəzilət idi deyir. Yəni Allaha nisbət edilirdi. Yəni bu məndən olmamışdı deyir. Bu Allahdan idi deyir. Əgər yəni bu qədər əməl sahibi deyir ki, əgər vallahi bütün yer boyda qızılım olsaydı, hamısını Allah yolunda xərclərdim ki, verərdim ki, onun əzabından qurtarım. Dördüncüsü ennel abdə la ya'men ala nəfsil fitnə. Heç bir kəs, heç bir qul öz nəfsinə fitnənin gəlməməsindən əmin olmasın. Yəni hər birimiz qardaşlar, bunu mütləq yadda saxlayın. Nə Allah Taala hidayət verib, həmd olsun Allah təbarək və təalaya. Allah Taala hidayət verib, əməllərə yönəldib, təvhidi öyrədib bizə, şirki öyrədib bizi, uzaq edib ondan. Allah bizi sabit etsin. Heç kim buna əmin olmasın ki, sənin ayağın büdürəməyəcək. Heç kim arxayan olmasın. Hətta hiss etməsin. Yəni bu üzdə olan bir şey deyil, bu içərdə olan bir şeydir. Nə badə sənə hiss gəlsə, şuur, sənin qəlbə gəlsə ki, əmin olmaq. Yəni mən hara, azmaq hara, Allah qorusun, həlak olarsan. Ona görə daim özündə hiss elə ki, yəni sənin qəlbin Allah təbarək və təala'nın barmağı arasındadır. Yəni Allah Taala o sənin qəlbini və bütün insanların qəlbini istədiyi kimi çevirir. Ona görə Şeyx buyurur ki, Mutraf ibn Abdullah rahimehullah deyirdi ki, "La'an abitu na'iman və asbahu nadiman ahabbu ilayya min an abita qa'iman və asbaha mu'acciban." Fikir verin. Deyir ki, mənim deyir, gecə yatıb axşam, sonra səhər peşman oyanmağım, yəni niyə ibadət etmədim? Peşman oyanmağım mənim üçün daha xeyirlidir. Nəinki gecə ibadətlə olub, səhər təəccüblə oyanmağımdan. Tuta bildiniz? Nəinki gecə ibadət etmirsən, səhərsə qalxmısan ki. Yəni, təəccüblə, ucub gəlib sənə. Mən ibadət etdim axşam. Belə ucub hiss edirsən özündə, təəccüb. Mən də etdim, yəni edənəm, yəni bunu edəniyəm mən. Allah qorusun, auzubillah. Özünə, təəccübünə və danışır. Və yəni özünə nisbət edir. Yəni deyir ki, mənim üçün gecə yatıb, səhər peşman oyanmağım amma yaxşıdır deyir. Nəinki bütün gecəni ibadət edim, səhər təəccüblə oyanım. Beşincisi, əlamətlərindən Allaha ubudiyyətin, yəni fəqirliyin, xəşyətullah fissir vəl-ələn. Sirdə, tək qalanda və aşkarda olanda Allahdan qorxmaq. Bu da əlamətidir. Aşkarda və sirdə olanda Allah təbarək və təalədən qorxmaq. Ona görə deyiblər ki, qorxunun tərifi odur ki, fissirri vəl-ələn min a'zami ayətil iftiqarı vəl-faqa ileyhi. Yəni, kim Allahdan sirdə və aşkarda qorxarsa, həqiqi qulluğu üzə çıxır. Möhtaclığı onunla bilinir. Ona görə alimlər deyiblər ki, qardaşlar, yəni bu dəqiq bilinən məsələdir ki, bir insanı, bir qulu günahdan uzaqlaşdıran ən böyük, ən əzəmətli şey Allah qorxusudur. Bundan o yana yoxdur. Səni günahdan uzaqlaşdıran ən əzəmətli şey Allahdan sirdə və aşkarda qorxmağındır. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem İbn Abbas'a nəsihət edirdi ki, "İttaqillâhi thumma kunt." Harda olursansa Allahdan qorx. Yəni harda olursansa olsan, Allahdan qorxsan günah etməyəcəksən. "Vel-xawf minallah ibadetun qalbiyyə." Allah qorxusu qəlbi ibadətdir. "Tudfa'l abd ila'l-hars vel-ciddiyyə və iqbalu alə-ta'a." İnsanı ciddi olmağa aparır və insana yönəldir ki, itaət etsin. Çünki Allahdan qorxan insan yüngüllük etməyəcək. Qorxur Allahdan. Yəni, dində ciddi olub itaətə, yəni özünü itaətə yönəldəcək. Ona görə Səid ibn Cübeyr deyirdi ki, "İnnəl xəşyə ən təxşə Allah."
Hətta təhulə xəşyətuk beynəkə və beynə məsiyyətik. Həqiqi Allah qorxusu odur ki, səni ilə günahın arasına girib. O, həqiqi Allah qorxusudur. Yəni, Allah qorxusu, qəlbində olan Allah qorxusu sənlə günahın arasına girə bilmədisə, yəni, o xəşyə sayılmır. Allah qorxusu sayılmır. Aydındır? Yəni, bu ən gözəl tərifdir, qardaşlar. Xəşyə, yəni qorxuya ən gözəl tərif, Allah-u aləm, yəni bu sözdür. Həqiqi qorxu odur ki, səni ilə günahın arasına girib, mane olub sənə günah etməyə. Və bununla, qardaşlar, kifayətlənirəm və yəni, həqiqətən, yəni, Allaha möhtaclıq, yəni fəqirlik, nə qədər yaxın, nə qədər möhtac olsan, Allahın qarşısında zəlil olsan, öz qulluğu Allaha bildirsən, ən gözəl, bariz nümunəsi namazdır, qardaşlar. Namaz ən gözəl əməl, ən üstün əməldir ki, o əməldən Allaha qulluğu, fəqirliyi bildirirsən. Səzdəsi, rükusu, qiyamı, hamısı dəlalət edir buna. Ona görə, yəni, nə qədər möhtac olsan Allaha, fəqirliyin üzdə olsa, bir o qədər də Allaha yaxın olacaqsan. Allaha yaxın olan insan da qiyamət günü əzab çəkməyəcək, qardaşlar. Ona görə, yəni, gərək Allaha yaxın olan. Allaha yaxın olanlar övliyalardır. Övliyalardır, salihlərdir, peyğəmbərlərdir, möminlərdir. Allah təbarək və teala onlara yaxındır, onları sevir. Nə qədər yaxınlığın miqdarını bilmək istəyirsənsə, qulluğun, fəqirliyin miqdarına bax. Və bununla kifayətlənirəm və Allah təbarək və teala istəyirəm ki, eşidənlər üçün faydalı etsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcmain.